Salam hörmətli izləyicilər, xoş gördük sizi Ratibə kanalında. Bugün sizinlə gəval salatı hazırlayacağıq. Bunun üçün bizə toyuğun döş əti, yumurta, qoz, yavalı qurusu və sarımsaq lazımdır. Qeyd edeyim ki, duz istiyor da zövqə görə. Qeyd edim ki, toyuğun döş əti, yumurta və sarımsaq süzgəcdən keçirilib, qoz xırda doğranılıb və yavalı da eynən çərdəyi çıxarılıb, xırda doğranılıbdır. Və mayonez. Əvvəlcə qabımızı götürürük və hamısını içərisinə əlavə edəcəyik bir-bir. Birinci toyuğumuzun döş ətini əlavə edirik. Daha sonra isə yumurtanı. Daha sonra gəvalını. Qoz ləpəsini və ən sonda isə sarımsağı əlavə edirik. Hamısını əlavə etdik və üzərinə duz əlavə edirik. Və mayonez əlavə edəcəyik. Mayonezimizi əlavə edirik. Biraz töküb qarışdırırıq. Əgər lazım olsa yenə əlavə edəcəyik. Gördüyünüz kimi mayonezi tam həll elədik, qarışdırdıq və artıq salatımız hazırdır. Süfrəyə təqdim etmək olar. Salatımızı süfrəyə təqdim edə bilərik. Budur. Gördüyünüz kimi salatımız hazırdır. Süfrəyə təqdim etmək olar. Çox dadlı bir salatdır. Və indidən hər kəsə, hazırlayan hər kəsə nuş olsun deyirəm. Kanalımıza abunə olmağı unutmayın. Biz də çalışacağıq ki, hər dəfə yeni videolarla sizin görüşünüzə gələk. Videomuzu like etməyi unutmayın. Bu qədər əziz izləyicilər. Sağ olun.